Bir də əhvalat danışım, sən deyirsən o bunu. Oturmuşam mağazinə, bilirəm ki, qardaşım biri girdi içəri, bir əhvalat danışırdım sənə. Qardaşım girdi içəri, belə keçal, baxdı mənə belə deyir, Tural, belə, dedim, ay da, tanıdı kimsə, belə utandım da, deyirlər ki, oturub alverçilik, satıcılıq edir. Dedi ki, şeydir, Tural deyirəm da, dedi ki, mənə tanımadın, mənim adım Vandır da, bu da ermənidir, bizlə məşq edir. Rusiyada yəni elə şey yox da, erməni, Azərbaycan, yaxşıdsa yaxşıdır, pissə pisdir yəni. Orada yəni natsa söhbəti getmir. Millət, yox, belə var ya, onu eləyənlərdən də var, amma bu belələr deyil. Eləyənlər cavabını alır da yəni. Eləyənlər də ki, yəni qıraqda gəzir. Dedim, tanıdım mı? Dedim, sənə bəs saçın zadıma, dedi, evlənmişəm, işimi qurmuşam da belə. Yəni sözüm nədir? Görür ki, elə oldu ki, mən də şkaf zakaz eləmişdim, mağazin içindən şkaf yıldırmaq. Elə oldu ki, ucuz alındı, yoxsa 1000 neçə manata 2 dənə şkaf verməli idim. Gördüm ki, sökülü halda göndərirlər, hazır, yəni fabrikin özü göndərir. Şey elədi, mən də ki, nə kimi yumruqdan başqa nə eləmişəm, yumruq atmaqdan başqa, mebeli yığmaq, necə yığım mən. Nəsə birdən yadıma düşdü, Van, mən demişdi, mən bu poselokda qalım da, mənim şəhərimdən evi ki, Pitədən bir 20 dəqiqəlik, 40 dəqiqəlik, yarım saatlıq kənardadır. Yazdım ki, Van, mənə kömək elə ki, mebel gətir. Dedi, gözlə, görüm, 2 dənə işçi gətirdi. Elə bu ilə söhbət edirlər, görüm, tap, işini qurdular, mebeli zadı, malları düzdülərlər. Mən hemen söhbət edirəm. Biraz keçsə gəldi ki, bu kimdir? Ermənilər, orada həmin o poselokda da ermənilər çoxdur da, yəni. Gəlib, bu deyir, o mənim dostum Turaldır da, legendadır da, yəni MMA-nın olduzudur da belə. Biri, ikisi, üçü, görürəm, bir gecədə yığıl, mən də ki, axşamdır, belə qəşən reklam, belə işıqlı da, qəşən reklam qurmuşam da, yəni, belə hər şey cəmaatın fikrini cəlb edir. Mağazinin qabağına bəlkə bir ayrılmış, 20 nəfər söhbət eləmə, bura canlı, belə danışırlar. Bilirəm ki, bir belə gəlin, vakindən bir dənə biri gəldi gerikdən, düşən kimi başladı, mən belə, barızız, belə, mən də dedim, salam aleyküm, belə, hayes, dedim, Azərbaycan, belə deyir. Nə var, nə yox, mənə deyir. Yavaş-yavaş dili öyrənirlər. Yox, bilirlər. Nə var, nə yox. Çünki deməli, Azərbaycanla dostluq edir. Mənə bir dənə sözü də, həqiqətən deyir ki, Zanşto udivительно, deyirdi, yəni bir təəccübləndirici bilsən nədir deyir. Deyir, Azərbaycanın mağazini 20 dənə də erməni onun qabağında girib mal eləyir, onun qabağında kömək eləyirlər. Deməli, sən deyir, o уважение, deyir, zasurş eləmirsən. O, zarafat bir şeydir. Həqiqətən də deyir ki, deməli, sən onu deyir, zasurş eləmirsən ki, bu qədər erməni rahatlıqla sənin mağazinə girib, xeyri sənə verirlər.